Bakı sadəcə bir şəhər deyil. O Xəzərin sahilində əsrlərlə döyülən dalğaların və heç vaxt sönməyən küləklərin pıçıltısıdır. Gəlin onun haqqında kiçik bir hekayətə qulaq asaq. İçəri şəhər zamanın dayandığı yer. Hekayətimiz İçəri şəhərin dar, dolanbaz küçələrinə başlayır. Bu küçələr bir insanın taleyi kimidir. Bəzən daralır, bəzən isə geniş bir meydana çıxır. Qız qalası orada bir keşikçi kimi dayanır. O sadəcə daşdan ucalmış bir tikili deyil. O Bakının həm sirri, həm də vüqarıdır. Deyilənə görə qalanın hər daşı bir dastan bilir, amma onları yalnız dənizin dilini anlayanlara pıçıldayır. İnsan və işıq. Bu şəhərin ən böyük mənası isə onun işığıdır. Bu təkcə neftin verdiyi maddi zənginliyi deyil, həm də insanların qəlbindəki istilikdir. Sizin otağınızdakı kimi işıqlı və nurlu bir Bakı sabahı düşünün. Masanın üzərindəki əziz bir insanın təbəssümü kimi səmimi və doğma Bakı. Bakı məhz budur. Hər kəsi öz doğması kimi qarşılayan böyük bir ev. Bakı elə bir hekayətdir ki, sonu yoxdur. Hər gələn bura öz səhifəsini yazır, hər gedən isə ürəyində bir parça Xəzər mehi aparır. Bakının hekayəti onun süfrəsində və qədimdən gələn adət-ənənələrində davam edir. Bu şəhər həm də dadların, ətirlərin və əsrlərlə süzülən bir mədəniyyətin paytaxtıdır. Bakı mətbəxi sadəcə yemək deyil, həm də bir sənətdir. Burada hər təamın öz hekayəsi var. Bakı həm də qədim sivilizasiyaların kəsişmə nöqtəsidir. Onun hər daşında bir möhür var.